Aygun xanım, Ağ Evdə məlum qalmaqaldan sonra Amerika və Ukrayna prezidentləri arasında Amerika hərbi yardımları dayandırdı. Son gələn məlumata görə kəşfiyyat məlumatlarını da artıq bölüşmür. Çünki bu da Ukrayna üçün çox vacib idi, hərbi yardım qədər. Və bu arada Avropa liderləri xeyli toplantılar keçirdilər. Londonda da görüşdülər ki, Amerikanın dəstəyinə geri çəkilməsinə yaranan boşluğu Avropa doldurmaq məcburiyyətindədir. Əslində buna çoxdan ehtiyac var idi, indi də var. Yəni növbəti rəqəmlər səslənir. Hətta sonra səslənən rəqəm 800 milyard avro bir büdcə formalaşdırmalıdırlar ki, həm öz hərbi sənaye komplekslərini yaratsınlar, həm də Ukraynaya dəstəyi artsın. Amma bilirsiniz, bunu mən 11 ildən çoxdur bu söhbəti eşidirəm. Krım ilhaq olunandan bu yana elə görüşürlər, toplaşırlar, Ukraynaya dəstəyi artırmaq. Düzdür, Ukraynaya dəstəyi var. Zelenski də özü də deyib Brüsseldə. Amma yəni o səviyyədə deyil ki, Ukrayna qələbəni sürətlə təmin edə bilir. Məsələn ki, il yarımından qabaq Ukrayna əks həmlələr həyata keçirdi və bir xeyli ərazini də işğaldan azad edir. Kifayət qədər hərbi resursları olsaydı, ümumiyyətlə şərq bölgələrini də azad edə bilərdi. Amma olmadı, vermədilər. Avropada ümid edirdi ki, bütün yardım, yük Amerikanın üzərindədir. Amerika yardım edəcək. O zaman da Biden idi prezident. Biden özü də xəsisliklə yardım edirdi Ukrayna. Trump gələndən sonra isə ümumiyyətlə dedi ki, bilirsiniz nə var? Mən iş adamıyam. Mən pul xərcləməyi yox, pul qazanmağı xoşlayıram. Yəni, Ukrayna isə ancaq xərc deməkdir. Kəsirəm. Və indi belə bir çətin bir vəziyyət yaranıb. Qalmaqaldan sonra həqiqətən yardım kəsildi. Düzdür, gələn son məlumata görə Zelenski yenidən Vaşinqtona təmasa keçməyə hazırdır. Çünki Vaşinqtonda əslində Ukrayna mineral resurslarının istismarı ilə bağlı saziş imzalanmalıdır. İmzalanmadı. Zelenski yenə də deyir ki, bəli, mən bunu yenidən bu sənədi imzalamağa Ukrayna tərəfi hazırdır. Yəni, imzalayaq. Çünki imzalanması Ukrayna üçün həm də ona görə vacibdir ki, ta ki Amerika orada müəyyən hansısa resursları istismar etməyə başlasa, istər-istəməz Ukraynanın təhlükəsinə təminat verməli olacaq. Baxmayaq ki, Trump deyir ki, heç bir təhlükəsiz təminatı vermir, amma sənin orada yatırımların olacaq, o yatırımları qorumalısan. Məsələn, bu bilirsiniz nəyə bənzir? Ta ki 94-cü ildə Azərbaycan Qərbin neft şirkətlərinin əslinin müqaviləsini imzalandı. 10 il sonra artıq neft çıxarılmağa başladı. BP-nin indi Xəzər dənizində yataqları var. O yataqlara hansısa ölkə təhlükə yaratsa, tək Azərbaycana təhlükə yaratmayacaq. BP şirkətinin mənsub olduğu ölkəyə də, yəni Amerika və Böyük Britaniyaya təhlükə yaradacaq. Onda Amerika və Böyük Britaniya istər-istəməz Azərbaycana dəstək verməli olacaq. Eləcə də həmin o mineral resurslarla bağlı razılaşma. Əgər o razılaşma imzalansa, düzdür, rəqəmləri şişirdi Trump. Deyir, 350 milyard dollar ki, Ukraynanın borcu var. Havadan götürdüyü rəqəmlər. 500 milyard dollarlıq resursları istismar edəcək. Yəni, birincisi, Ukraynanın o qədər resursu yoxdur. Bu bir. İkincisi, o resurslarla bağlı yatırımlar qoyulsa belə tədricən o yatırımları geri qaytara bilər. Amma onu da Trump uğur kimi qələmə verə bilər. Yəni, hal-hazırda Zelenski üçün bəli, o sazişi imzalamaq vacibdir. Düzdür, mən çətin təsəvvür edirəm Zelenskinin yenidən Ağ Evə ziyarətini bu hadisələrdən sonra. Makron da belə bir təklif etdi əslində. Yəni, Makronla bərabər getməsini o zaman real saymırsınız Elxan bəy, eləmi? Bəli, bu məsələ bir neçə gündür Qərb mətbuatında xəbərlər yayılır. Güya 3 nəfər gedəcək. Makron, Starmer, Böyük Britaniyanın baş naziri Zelenski. Amma sonra inkar elədi Fransa tərəfi bunu. Bəlkə Trump da bu cür üçlüyü heç qəbul etmək istəmir. Ümumiyyətlə, kim zəmanət verə bilər ki, Zelenskinin qəbulunda yenə də onu aşağılamayacaq. Bu dəfə də aşağılasa, yəni təmiz biabırçılıq olacaq aslında. Düzdür, birinci aşağılanma da dünya tarixində, beynəlxalq münasibətlər tarixində görünməmiş bir hadisədir. Strateji müttəfiqini çağırırsan evə və onu aşağılayırsan. İkinci dəfə də belə bir hadisə yaşansa, ittifaq təmiz darmadağın olunacaq. Ona görə son dərəcə ölçülüb biçilmiş səfər olmalıdır. Zelenskini tək buraxmaq da görünür istəmirlər Avropa lideri. Ona görə məndə suallar var bu səfərlə bağlı.